İlkin yardım olaraq qida zəhərlənmələrində və yaxud da deyək gastroenteritlərdə nə etmək lazımdır? Əgər insanda çoxlu maye itirirsə, yəni maye necə itirə bilər? Musmu ilə və ishalla, tez-tez ishallarla, sulu ishalın olması. Bu zaman əgər çox maye itirmə varsa, mütləq xəstəxanaya və ya da həkimə müraciət etmək lazımdır ki, serumlar, sistemlər qoşulmalıdır ki, bədəndə maye itkisi bərpa olunsun. Yox, deyək zəhərlənmədirsə, zəhərlənmənin nə edilir var? Adi bir ev şəraitində zəhərlənmə varsa, istər-istəməz stəkan suda, bir stəkan suya bir çay qaşığı duzlu su qatıb içmək lazımdır ki, və bu bədəndə natrinin balansını bərpa etsin. Yox, əgər çox halsızlıq varsa, yenə də mütləq həkimə müraciət etmək lazımdır. Qaldı ki, insanlar arasında belə bir məsəl var ki, zəhərlənmədə ayran içə bilərəmmi, xeyirdirmi? Bəli, ayran içə bilərsiniz, xeyirdir. Amma ayranı çalışın biraz duzlu edin. Çünki bədən maye itirdiyinə görə o balans bərpa olunsun. Baxır ki, burada hətta ola bilər yaşlı insanlar, ürək problemləri olan insanlar ola bilər. Onun üçün mən ən çox məsləhət görərdim ki, həkimə müraciət etsinlər.